Əslində günümüzdə ən çox müzakirə olunan mövzulardan biri də emosional intellektlə bağlıdır və bu gün həm sosial həyatı, iş həyatı, ailə həyatında bu mövzu çox müzakirə olunur və heç kimə sir deyil ki, bununla bağlı mütəmadi olaraq təlimlər, treninqlərdə, iş yerlərində keçirilir. Əlbəttə, biz dünənə qədər daha çox diqqət yetirmişdik intellektin üzrə, emosional intellekt, emosional zəka arxa planda qalmışdı. Zaman keçdikcə, texnoloji inkişaf etdikcə biz gördük ki, emosional intellekt bizim həyat keyfiyyətimizin artırılmasında müəyyən, çox böyük bir rol oynayır. Hər bir insanın bir bioloji yaşı var, həm intellekt yaşı var, bir də emosional yaşı var. Və harmonik insan o insandır ki, onun bioloji yaşı ilə intellekti və emosiyaları üst-üstə düşür. Ancaq biz real həyatda görürük ki, bəzən insanın bioloji yaşı ilə intellekt yaşı üst-üstə düşür, ancaq emosional yaşı geri qalır. Tutaq ki, adamın 30 yaşı var, intellekti yerində, ali təhsil alıb, həyatda müəyyən uğurlar da qazanıb, ancaq emosiyalarını doğru ifadə edə bilmir. Və nəticədə ailədə problem yaşayır, nəticədə insanlarla ünsiyyətdə, münasibətdə problem yaşayır və şübhəsiz ki, bu insanın psixoloji durumuna da mənfi təsir göstərir. Və yaxud əksini görürük ki, misal üçün yaşına görə adam çox inkişaf etmiş, özünü yaxşı ifadə edir. Bu nəyin nəticəsidir? Emosional zəkanın üstün olma nəticəsidir. Emosional intellekti necə inkişaf etdirmək lazımdır? Birinci növbədə emosiyaları tanımaq, 2 anlamaq, 3 idarə etmək. Hər bir insan öz emosiyalarını tanımalıdır. O nədən qaynaqlanır? Bu istiqamətdə onu anlamalıdır. 3 idarə etməyi bacarmalıdır. Əgər insan bunu bacararsa, düşünürəm ki, onun həyat keyfiyyəti də yüksək olacaq. Və burada şübhəsiz ki, dinləmək, qarşı tərəfi başa düşmək, empati qurmaq çox vacib məqamlardan biridir. İndinin özündə də dünyada ən çox tədqiqat aparılan istiqamətlərdən biri məhz emosional zəkadır. Və bununla bağlı metodikalar var, testlər var ki, insanın emosional yaşını müəyyən edir. Və xüsusən valideynlər övladlarının emosional zəkasının inkişafına diqqət eləməlidirlər. Çünki uşaq böyüyərkən onun sosial mühitə adaptasiyası, özünü ifadə etməsi, bir şəxsiyyət kimi formalaşmasında emosional intellekt çox böyük rol oynayır.